İlham Əliyevin köməkçisi Hikmət Hacıyev özünə 171 min manatlıq mühafizə təşkil edib. Bu yeni xəbərdir. Bir müddət öncə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi adlı bir qurumda zirzəmilərin gəmiricilərdən və mikroorqanizmlərdən təmizlənməsi üçün 84 min manatlıq tender həyata keçirildiyi barədə söhbət eləmişdim sizə. Utandıqlarından təkzib də verə bilmədilər, çünki tenderlə bağlı rəsmi internet səhifəsində bu məlumat artıq yerləşdirilmişdi. Üstündən bir neçə gün keçəndən sonra həmin rəsmi məlumatlarda mərkəzin 221 min manatlıq çap məhsullarının satın alınması ilə bağlı tenderini gördüm. A4 Office MMC-nin qalib olduğu bu tenderdə diqqətimi çəkən isə 2025-ci ilin aprel ayında 2024-cü il üçün satın alma təşkil edilməsi idi. Hər fürsətdə fırıldaqçılıqla pul qırırlar. Lakin hazırda diqqətimi daha çox cəlb edən bu qurumun mühafizə olunması ilə bağlı təşkil edilən tender oldu. Araşdırdım ki, bugünə qədər alov mühafizə MMC ilə mühafizə xidmətinə dair tender müqaviləsi bağlayan mərkəz əvvəlki illər 40-45 min manat, 2024-cü ildə 55 min manat pul ödəyib mühafizə üçün. Bu il isə təşkil edilən tenderdə bu məbləğ 171 min manata qaldırılıb. Fakt olaraq rəsmən saytdan götürülmüş məlumatı da diqqətinizə təqdim edirəm. Aprelin 22-sində rəsmi olaraq tender zərfləri açılsa da hələ də qalib şirkətin adı sayta yerləşdirilməyib. Mənim üçün maraqlı qalibin kim olub olmaması deyil. Maraqlı budur ki, balaca və Hikmət Hacıyevdən başqa heç kimə lazım olmayan bu qurumun mühafizəsini zəruri edən nədir? Burada nə baş verir və ya nə qorunur ki, mühafizə xərcləri də ildən ilə artır və yaxud artırılır? Yoxsa Hikmət Hacıyevin bu qurumun mühafizə xərclərini birdən-birə 3 dəfə artırmasının başqa sirləri, səbəbləri var. Araşdırma zamanı başqa qurumların, hətta komitə səviyyəsində qurumların mühafizə xərclərinin maksimum 15-20 min manat olduğunu görürəm. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sıradan bir qurum olduğunu nəzərə alsaq, bu qədər mühafizə xərcləri diqqətdən yayına bilməz. Buradan belə qənaətə gəlmək olur ki, illərlə bu qurumun ən çox mühafizə xərci 55 min manat olduğu halda 2025-ci ildən 171 min manata qaldırılması süni şişirdilməklə bağlıdır. Burada sövdələşmə yolu ilə şirkət real tələb olunan vəsaiti götürüb qalan məbləği yəqin ki, Hikmət Hacıyevə göndərir. Əks halda dövlət vəsaitinin bu qaydada talan olunmasının şərhini versinlər. Dövlət büdcəsinin gah gəmiricilərin gəmiricilərlə mübarizə xərcləri, gah da mühafizə xərcləri ilə talan olunması isə yol verilməzdir. Ölkədə müstəqil araşdırmacı jurnalistlərin və mediaların fəaliyyətinin məhdudlaşdırılması Hikmət Hacıyev kimilərin dövlət büdcəsini rahat və saxta yollarla talan etməsinə gətirib çıxarıb. Bir neçə ay öncə prezident yanında anti-inhisar və istehlak bazarına nəzarət dövlət agentliyinin yaranması tam formal məna daşıyır. Bu qurum saxta tenderlərin, qiymət şişirtmələrinin və sair məsələlərin qarşısını almalı olduğu halda müəyyən faiz müqabilində istənilən tenderə razılıq verir. Mediada güya hansısa qurumun tenderinə imtina verilməsi xəbərlərini izlədikdən bir qədər sonra həmin tenderin artıq reallaşdığının da şahidi oluruq. Bizə sadəcə dövlət büdcəsinin vəhşicəsinə talanmasını seyr etmək qalır.